Heç də əldə yox idi biz öz dilimizdə yazanmayaq. Güzel olan bu uşaq keçsə məsələn hünərmənd olsam mən bu necə işləyəcəm? Qəbul ol, mən ağlamaq bastı, ağlamaq başladı. Belə deyirlər, siz nə məsələn nazından danışdın. 100 daha application doldurdum o 6 ay. Chigan State'də mən o zaman ustadlıq aldım. Ulan sən nə bilirsən? Sən neyinə nə kadar olasan? O tiyatroçiyan. Mən görürdüm mamam başladı ağlamaq. Mesela tanıyan famil mesela deyir ki, xanımadan qov gift. Mesela ben mesela bu məsələləri sən açasan toğrul verəsən ki, sən özü ki sən fikirsən deyir, çox çətindir. Bu qaladaşlı qal oldu yəni. Naqara çalan olar. Adamlar ilk orada fol istirlə ölələ və ömrlərindən az qalıb. Tazə sualı soruşurlar ki, mən nə iş istədim qəbləzim ki, öləm görəm. Və gəlirlər o işlər hala naqis əncam verirlər. Kəm keyfiyyət olur da. Yəni sən 90 yaşında o işi istəsən görəsən ki, qəral 20 yaşında görəsən. Təbrizlər öz dilinə güvənirlər. Pis restoran Təbrizdə davam gəlir. Yəni bizim tarifimiz yox. Adam utanar ki, diyor, mən də cim sabahdan bir kitabı almalıyam. Pis işdir. Məndə çox qeyb yəni. Allah eləməsin. Məsələn, biri sərətan tutur, Kanadada bir qan cibindən xəşlənir. Heç şey Amerikanın səhvi yox. Yəni, məsələn, mən Beytlərin danışqatında tutulmuş olan fərqli nə əmniyyəti olardı? Mən bu iş görsəm pis iş olar. Məsələn, cəmaat nə deyir, həmsəyə nə deyir? Dəqiqə 15-də də televizyon səsi gətir. O dili mən danışıram. Yox, o çox ezbəndir. Görmüşsünüz amma mənlər deyirlər dəvətnamə yollarmış. Benim çox xoş gəlmisən podkastda olmana. Bundan ki dəvətimi qəbul elədin. Təşəkkür edirəm. Tərifin çox necə oldu gəldiniz, neynədiniz? O elə başında Dərbistandan deyim fikrim. Cəlibdir o zaman fikrim çox dostlardan vardı ki, ələn mühacirət eləyiblər, cürdüyü tanısız ayı. Bəli, bizim valla mən bir zaman mən məsələn bir 2 il bundan qabaq 1 il yan bundan, yox 2 il bundan qabaq. Eləyidəydim. Bizim Dərbiristandan təqribən 10 nəfər ördəydi. Bizim Dərbiristandan. Yəni o şəhrdəydi. Nə ki Amerikada o şəhrdəydi. Orada biraz əcibdir də. Fikrim çox adam çıxdı və şayad bizim də təvəqqi mütəvəssit zad idik. Da İranda qalmırdıq da, çıxıb gəldik. Bizim köcüydü. Bizim Dərbistan biraz fərqli idi. Çünki nə ki rahnumaydan bahamiyli uşaqlar. Biraz məsələn dostluqlar payidar idi də. Məsələn genç ilə rahnumaydan başlayıb gəlib Dərbistanda oxumusunuz. Hələ danışqahda da baham olasınız bir dövrədə. Tokullan olur 12 il, 13 il. Az deyil də. Ölçüdür. Siz təcrübə oxumusunuz ölçüdür? Yox, mən riyazi oxumuşam. Mən riyazi oxumuşdum. Riyazi oxum. Mən riyazi oxumuşdum. Sonra da ki konkur verdim. Mekanikdən çıxdım, gəldim, getdim Danışqa Təbrizə. Və Danışqa Təbrizdən getdim Albertiyə Kanadada masterə. Yəni Kanadada da mən bir müddət olmuşam. 2012-dən 2016-ya. 2016-da gəldim, getdim mühəndis oxuma. Gəldim əvvəldə Purdua, sonra getdim Kəltəkə, sonra da indi burada gəlmişəm Mehdiyə. Çox gözəl. Təqribən demək olar 13 ildir öcüdür. Dəqiqən də 13 ildir. Bəli. 13 ildir. 13 ildir. Alan fazla zehnimə bu gəlir ki, necə oldu ki, etdiniz Kanadaya, niyə əvvəldən Amerikaya getmədiniz, gəlmədiniz də vaqa? Valla, o qəşəng sualdır. Canım, sizə deyəsin ki, valla, çünki biz Danışqa Təbrizdəydik o zaman. Mən istəyirəm ki, bizim kafi itilatımız yox idi mühacirətdə. Yəni, o zaman ki, biz Danışqa Təbrizdə başladıq oxumağa, ya məsələn, mən çox ciddi idim ki, gələm xaricə. Ona görə danışmaq olar ki, necə oldu istədim gələm xaricə o bütün şeylərə. Bəli, xub, məsələn, o ləhzədən ki, biz başladıq xaricə gəlməyə. Xaricə gəlmək çox bizə şey deyildi. Məlum deyildi. Yəni, bizim zaman o hətta mühacirət bücür olmamışdı, üstünə deyirəm. Ki, hamı bilə hər kişvər nəcət deyil, bizim danışqa öcür deyildi. Öcür. Valla, mən də apply elədim
mən də məstəri istəyirdim gələm əvvəldə. Çünki əslən mütməyin dəyətmişdim doktor oxuyam ya yox. Bəd elə danışqa mənə pəziriş verdi də mən də gəldim də. Yəni öcü dərdi ki, məsələn deyim neçə də apşiyim vardı o məsələn. Tamamı görmüsünüz də amma nə deyirlər dəvətnamə yollarmış. İstillər. Özü vizat yox idi. İstillər, müşahid istillər. Bəd məndə də Kanada mənə cavab verdi. Danışqa Alberta da getdim orada. Qəşəng danışqa Alberta. İnsafən qəşəng danışqa. Danışqa çox mənim nəzərimə Kanadanın bir dənə məsələlindən elə Amerikanın qiyas eləsək, budur ki, müşkül imkanatları yoxdur. Müşkülü məsələn biraz o kişvərin özünün idarəsidir. Üstünə deyirəm. Yəni məndən soruşsuz, şayad mən çox İrana yaxın görəm bilərsin. O qədər ki sirvəti var, məvadda əvvəliyyəsi var. Çox iqtisadi onun dövrəsində dolanır və servis dövrəsində dolanır. Və mən də ki mühəndisəm, məqsəd adam məsələn ki biraz fərqli lisansda da oxur da adam deyir məsələn bir iş görədə, məsələn özünə. Öz yanında və öcür pozisyonlar yoxdur, öcür opportunitylər yoxdur. Hətta məsələn bir müddət adam başlayır işləməyə, görür məsələn indi Excel faylı dolandırır. Çox işləri əslən bir cür dəyətmədən deyə şeydə mühəndisidir. Nə ki Excel faylından işləmək pis olur ha. Bəli məncə bu ki mən mühəndis idim, söydüm məsələn bir iş düzəltəm, bir şey dizayn eləyəm, üstünə deyirəm. Əcəd. Bəli o yox idi. Həm mən də böləcəyəm sayım. Ora çox da xədəmatdır, bankdır ya, məsələn biymədir. Mali bu işlərdə çox şeydir, yaxçıdır. Bəli bir qolu siz şayad sənət öcür betər pişrəftə bir sənət olmuyor. Nisbət bir Amerika dəqiq. Vallahi Amerikanı əslən qabil qiyas edəməm. Məsələn Alberta'da idim. O iyalət kullən nəftxiz iyalət. İnanmısınız ki, hətta prosesi nəftlərini özləri eləmirdilər. Prosesini Amerika elirdi. Bunlar fəqət istixrac edirlər. Hala ehtimalən dəlaili var ki, mən bilmirəm ha. Vəli xub bir ünvan da mühəndis o camiədə adam ki, pozisyonlar yeri Amerikaya hətta bildilər. Siz baxın, məsələn, bir daha şirkət vardı, adı Sankor idi. Əslən Sankor, bir daha şirkət idi ki, adı Sankor Proudly Canadian. Bəd bunun R&D'si o təhqiqat qisməti Texas'da idi. Yəni əslən çox əcib idi sitdir. Mən o zaman o gördüm, o biraz səhtim iş tapmaqda o filan. Deyim də xub behtərdir ki, mən gəlim Amerikaya. Amerikanın irtibatı da bizə müşkülə dəyibdir. Dəqiqən bir xatir bu vabəstəgisi Amerikaya bir miqdar doçar çalış olubdu yəni. Dəqiqən öcürdür. Yəni vaqiyyət budur ki, Amerika çox qüdrət var Kanadanın üstündə. Yəni adam baxır, o qüdrət ki, Amerika eləyə və emal eləyə Kanadaya çox-çoxdur. Məndən soruşsuz, hətta nə cür tərifə bağlamaqda da eləyə bilər Amerika Kanadadan çox istifadə eləyir. Çünki çox vabəstədir. Əslən təqarünü yoxdur vabəstəciyin. Beyin Amerika və Kanada və Kanada və Amerika. Xop, hala indi qeydək öz bəhsimizə ki, nə cür oldu istədiniz mühacirət eləyəsiniz? Okay. Valla bizim o zaman mən soru eşitdim ki mühacirət çox hamıda olurdu. Və bizim o zaman məsələn 2010 dövrəsi filan hala o hətta təbi dağdadır. Hamı məsələn biraz umidvarsızlığı vardı. Ki deydi məsələn əvəzi olacaq şərait, behtər olacaq filan. Mənim ki valla şanslı oldu. Yəni adam mən indi həmişə qədimə baxanda adam görür ki nə qədər adamlar zindəcanlığında mühimliymişlər. Mən o zaman gəldim konkul verdim. Mən şərifədə gedə bilərdim. Nə ki, məsələn, mekanikaya filan. Ya məsələn, sənaye, məvad, bu cür yerlərə gedə bilərdim mən şərifədə. Bəli, mənim bir daim var, danışdı Təbrizdə, ustad idi, mekanik. İndi də Allah'ın rəhmətinə deyib. Bəli, mən getdim babamla, yardıma gəlir. Allah əmvası rəhmət edəsin. Ərz olar ki, babamla getdim evinə və o zaman məsələn mənim daim deyildi ki, məsələn getdin şərifsizsə neynəyəsən? Deyim, bilmirəm bizim neynəyəm. Deyir, gəl çıxasan gedəsən. Yəni o zaman ustad idi danışqa Təbrizdə və onun zehnində hər şey yox idi İranda qalmaq. Çünki mən orada bildim ki, o məsələn İranda qalmaq yaxşı dəyər. Amma məsələn bu adamlar ki, mənim zehnimdə müvəffəqdir, bu da bəyənmirik. Oradan başladı və bunlar bir daha elə nəqşələr vardı da.
Düzün sözündə axtarsın, mən neysə seyirəm ki, adam məsələn, qovan uşaq, həmişə dədə-nənəsinin ailəsində ancaq orada bir qismətəcən. Yəni adam, bilmirəm siz görmüsünüz ya yox, məsələn, məmulən müəllim uşağa döktür olur. Çünki müəllim şeyləri döktür olur. Yəni çox vaxt dədə-nənənin ailəsi uşaqda əyan o İranda. Mənim babam da məsələn dərs oxuyan zad idi. Özü məsələn qəşəng danışıqlarda oxumuşdu. Bəli, xaricə gəlməmişdi. O məsələn mənim yadıma gəlir. O da elə 13-14 yaşından deyər çıx ki, xaricə. Adam soruşanda niyə heç bilməz nəyə. Bəli, adam indi görür ki, xop özü gedəmir, dedi qoy uşağım desin. Xülasədən bunlar qoy bir-birində yana. Görür ki, xop bir cürlə məsələn həm babamın nəqşəsi idi, həm dayımın nəqşəsi. Şəxsən mən gəldim, getdim daimlə işləməyə və daim məhkum elə gedən azmaşqana. Orada da xop düzün sözü mən dərs oxuyan uşağdım da, dərs oxuyan idim. Yəni çox söyərdim dərs oxuyamam məsələn təhqiqatça söyərdim. Biraz təhqiqat elədik filan, məqaləcət verdi. Oradan da məsələn bizim bərnaməmiz bu iki mühazirət idi. Biz o zaman da hətta düzü deyim biraz əməkdir ki. Orada da mənim mesela dostum var ki, onlar da məhkum elədilər. Çünki adam bir cəmi olanda ki, elə bir fikir olanda adamın enerjisi də çoxalır. Mənim dostum var, məsələn, Babək, Səhənd. Bunlar da məndən gəldi azmaşqa. Biz işlərdik da, biz gedər cümələrdə gəlib işlərdik. Və məsələn, lisansın axırında görsə hələmizin 3-4 da məqaləmiz vardı. Və özü mühazirət eləyə bildik. Yəni, Dağıstanı mühazirət məndən bir idi. Hətta mən düzün sözü də məsələn İranlara bir daha təbəqi mütəvəssib bağlı idi. Mütü deyil ki, mən deyəm, İranda mən məsələn çətinlik çəkmişəm filan. Vəli xop, biraz döyürübərimin, yəni məsələn biraz babamam, dayılan filan. Gördüm ki, məsələn bunları deyiləcək ki, desən də mən də başlayam getməyə də. Çok güzel. Alan fikirsən düz iş görüblər də ehtimalı ya. Ayrı nə zaman var? Valla mehdi mən istəyirəm ki, zindəcanlıqda adam hər nə mənə ələcəti bir şey dəldən verir. Yəni mən bir daha müamilə görməmişəm ki, kullən həmişə adam kullən bədəndə çıxır. Bir şeylər əldən geyib. Xub bu az deyil ki, məsələn mən 13 ildir xanvadəmlə yaşamamışam. Mən 9 il məsələn xanvadəm görməmişim. Xub bu çətindir də. Vəli o haldən də xub deyə bilirəm adam indi baxır deyə araya məsələn cəb şərait behtər olub, zindəcanlığı behtər olub filan edib. Deyir xub o ləhazda nə əşi var. Ya məsələn İran bücür oldu birdən. Adam bu hamısını qoyub bir-birinə deyir həndə ayaqçı olub. Vəli o zaman ki adam bu təsmim tutur bilmir. Və indi də ki daliyə baxır adam münsif olsa, mən istəyirəm bir şeylərə adam ələcəti, bir şeylər əldən verib. Vəli mənim öz hissim indi nə mənədir, özüm xoşalam indi. Çünki istəyirəm ki, ayəndə var, bir şəraiti var ki, məsələn bir ayəndə təsəvvür eləyə bilirəm özümə. Sən indi ayəndədə zindəcanlıq eysən, istəyirəm, bir bəxş az ayəndədə zindəcanlıq eysən. Nəyə gözləyirsən? Baxın, bəzən bütünsünədir, biz bir şey təslimlər tuturuq ki, bir şey nəticələr alaq. Fərz eləyim, mən konkur verirəm ki, gedən məsələn danışqahda, yaxşı danışqahda dərs oxuyam, yaxşı danışqahda dərs oxumaq ayəndədir. Siz də bir zaman dərs oxumusunuz, nəmələm karşınası, ya nəmələm tezuşan filan ki, bir gün gedəsiniz xaricə zirən dərs oxuyasınız və indi də metoda işlisiniz. Metoda işləmək fikrim özü bir sizin gözəşdəzin ayəndəsi olur. Bizə PCD az lazım qram yeri, vəli xub. Yox, düşünürəm nə deyirsin. Yox, valla mən vaqən şakirəm, yəni adam baxır gözəşdiyə, sizdə də olub ehtimalən də, adam döyür bənə baxır, dayaqçı mənim dostlarım deyildi ki, tisuşanın dayaqçılığı vardı bizə, o da bizə öyrətdi ki, biz tisuşlar gəşliyək bir yol. Çünki məmulən kollən bizim dövrədə, bizim 120 nəfər məsələn dövrəmiz vardı, vaqən tək-tük oldu, bir-iki nəfər oldu ki, vaqən mütəfavit oldu. Yəni baxanda deyərəm, məsələn mən bundan rəqabət eləyənmərəm. Bizim dövrədə elədən vardı, hala adını da deyəm, əşqanətçi fikrim konkurda da 3 oldu. Bu nəsən bir hafizəsi vardı bu adamın. Ki bir daha kağızı verdin qabağına, 5 saniyə baxırdı, deyildi soğuş. Mən bundan nəcür rəqabət edəcəm.
bir şeyler olmaz. Və adam orada görür ki, təlaş eləyir də. Və sonra da adam gəlib baxır, yetişir, indi buraya yetişib, nəzərimə çox təlaş idi. Fəqət təlaş və şans. Mən özüm ehsas edirəm ki, siz üçün aşağı sindidə gəlmisiniz, düz təslim tutmusunuz. Çünki mən bu özümdə də görürəm. Mən özüm şəxsən bir vaxt gəlmişəm, bir miqdar piçidə olur cəryan. Əvvələn çox təhammül eləmişik İrani. Bu özü bir daha piçidəlikdandır. Yəni siz fərz eləyin bir yeri ki, əziyyət olmusunuz, vəli umidvar idiniz və həmçinin təlaş eləmişsiniz, axirdə də naumid olmusunuz. O yerdən ki, ehsas ediniz umidiniz var. Və xub bir vaxt bu bilmək çox dərdavərdir vaqiət. Və xub burada da teztər adam yerinə düşür. Xub aşağı sinirdə gələndə adam bu təvəccüh olur ki, teztər eləyə bilər, yerinə düşər, teztər özünü tapa, özü ilə در واقع işlərin həllə sala və eləyə bilir o məsələ ki, vadi intiqab elə gedə qabağa. Mən bir cür ehsas edirəm. Bu hala sualı ki, zehnimə gəlib o zaman mən Əkbərlə də danışırdım. Əkbər də deyirdi ki, nə biləm, bətər çox bahuş adamlar vardı burada və واقعا Əkbəri ki, mən biləsin yaxından tanıyıram. Deyirdi bu mən Allahın yanında çox zəif bir şey idim o falan و Behman. Mən fikirləşirəm hərdən deyirəm ki, xub elə məsələn büdcüsünə zehnimə gəlir ki, bu dəbiristanda ya hətta rahnımayda bu fasilələr bəzən çoxdur və enqar bu cürdür ki, sən gəldikcə ki, qabağa yəni karşınasiyə, ərşədə, doktoriya və işə yetişəndə nəzərə bir cür gəlir ki, o fasilə yaxın olubdur. Yəni məsələn səbəsə adamları var idi ki, ondan fasilə özünə baxanda görürsüz çoxdur. Vəli indi baxsan deyirsən ki, elə fasiləmiz birdir. Səbəsə sən ondan şahid yaxçıtər olasan cəmbəha digər zindəcində. Yəni onda üçün fəqət bir-birimizi dərsinə nəmdünəm hifzləmanla ya məsələn formulla tanırdıq. Valla sözünüz çox cəlibdir, çox cəlib müşahidədir. Şayad mən bu cür deyəm ki, elə dərrasa söhbətlər şeysiz, mən istəyəm şayad huş çox overrateddir da, bir qolu bu əldemiş ola. Bilməm nə deyərlər İranda buna məsələn. Çox بیش از حد bilə əslində deyilişir. ولی خب من نظرم آدم نکه سینی تو خالم جان هم تأثیر تصمیم‌ها که tutur هم تأثیر تلاشی و هم çoxlu şans و mühit عامل o ki təfavütdə şayad azala da ولی istəyirəm وقتی ki adam به قول بلا deyirlər raw talent istir səndiş eləyə خب bundan rahat bir şey yoxdur ki adam bir səhvə kağız verə almayad ya hifzlə bax gör məsələn nə qədər də hifzləyəcəksən nə qədər də baxacaqsan bu deyəsən mənə və bu qabiliyyəti zehnə də ayrı bir şey deyil ki və xop sən görürsən biri 5 saniyədə edir biri mən özüm 1 saat oxusaydım o hifzləyəmirdim və ona xatir adam o deyə bilər ki məsələn bu adam qabiliyyəti zehnisi dəyir məsələn hafizə behtərdir ولی کاملا sizin sözünüz düzdür ki در گذر zaman adam görür ki şayad huş اصلا elə çox faktor təyin کننده də bu cür nəzərəcə. Yəni mənim elə dostlarıma da baxıram. Şayad məndən çox huşlu adamlar indi bir mövqeyiyyətdədirlər ki, şayad mən istəmirdim olaydı. Hala siz الان metodişlisiniz. Mən fikrim yaxşıdır deyə bilərsiniz. O huş dərdə də ya yox. Deyin ki, kollən harda işləmisiniz, ta yetişmisiniz metiya. Vəli xub, elə bu vəsətlərdə bir şey ki, zehnimə gəlir. Budur ki, həm sizləri ki, qəşəng dərs oxurdunuz və həm bizləri ki, öcübətər dərs oxumurduq. Vaqiyyət iki tərəfdə əzabdaydık. Yəni, mən Əkbərlə də danışanda deydim, vaqən məziyyət oldum o zaman. Olayı ki, çox zirənc idilər benim. Elə sən deyən kimin də, vaqən məsələyə göydə vururdular. Vəli xub, nəhayətən, حالا mən bu ehsas edirəm ki, vaقعا نیاز yox idi o اندازه əziyyət çəkək. Həm siz, həm biz. Sən bu görəm ki, sən bu ehsas eləmisən. Aya الان işlisən, bu ehsas sənə əl verir ki, bu təvanməndilər ki, bəzən yaxçıdır, vəli həddəqəl الان o hətta ayrı təvanməndlərin yanında olmasa, məsələn, nə bilirəm, o şeylər ki, həlli məsələyə qeydi ayrı
در واقع مهارتləri qeyd edir. Şayad با هم olmayanda o tizhuşluq, o nemidirəm, hafizə yaxçı ya formul bilmək, o nemidirəm, məfhum bilmək şayad o həddə dərdə dəymiyor. من bu qəbul edirəm. Mən geçsək məsələn İran sisteminə mənə deyəsən ki, məsələn Behnam, indi sən bir dənə qüdrətin var, sistemi amuzişi dəyişirəm. Neynəsən ona? Valla mən əvvəl işi görürəm bu soft skill'i, yəni məharətهای nər, məharətهای beyn insani səhiləm təqviyyət edirəm İranda. Məxsusən bu muhit karda ya muhit amuzişi ki, məsələn biraz rəqabət olsa, adam çox görür bu. İndi məsələn AI dedi ki, məxsusən gəldi. Mən gördüm Əkbərlə də danışırdı Zeyrə görə. Valla mənim nəzərimdən məsələn bu توانایی‌های ارتباط گیری با افراد bu ki nə cür özü prezent eləyəsiniz, nə cür rizaltı deyəsiniz. Bu cür şeylər واقعا bizim mədərisdə yox idi. Hətta o mədrəsələrə mən getmişdim, yox idi. Əslən mühüm deyil. Valla در مورد bu da ki məsələn توانایی həll məsələ o filan. Mən istəyirəm sistem anlayışa bir jolaç biraz çətinliyə qoyadam. Düzün sözü. Mənim nəzərimdən. Nəyə üçün mənim zəmzindəcanlıq çətindir bu. Yəni məsələn gəlsiz işə filan heç hamı bir-birinlə davada da ki məsələn bir yerə yetişin. Mən istəyirəm məsələn mədrəsə çox yaxşı olar ki bütün bir sistemi həmçinin olar ki biraz واقعا bir doze kontrol şudə dərd verə danışağımıza. Ki biraz doze kontrol şudə o dərdi tərəf eləyə bilər kontrol edib. Düşünək ki məsələn dünyanın axirəti nədir? O. Vəli mən gəlib bu əncam verəm. Bir şeylər məndən istənib. Gəlib əncam verəm. Əgər bu camiədə yaşayam, mənə bir təhsil olacaqlar ki, təşrif deyirlər. Hala o təşrif eləyə bilər müəllim danışağımıza deyə. Danışgahda ustad danışsuya deyə. Ya muhit karda müdir karkonuna deyə. Vəli axirində bəhs budur ki, sizin meyar müvəffəqiyyət budur ki, bu necə təhvil verəsiniz də. Mən istəyirəm yəni biraz o dərd, hələ mənim nəzərimdən, pisdir, ki o dərdi olar. Vəli mühimtərin şey ki bizdə yoxdur, budur ki əslən mühim deyil biz necə özümüzü prezent edirik, mühim deyil necə adamlarla irtibat qoşuruq. Siz bizim məsələn, mənim öz mədrəsə təcrübəm budur ki, çox məsələn müvəffəq təhsil adamlar səlam əleyk başarmırdılar. Yəni eləyəmirdilər cəmaatla irtibat bərqərar eləyirlər. Xub bu adamlar sonra zərbəsini yeyirlər də. Bu adamlar bizim məsələn bizim mədrəsədə bizdən bir yaş kiçik bir daha danışağımız vardı ki mənim ittifaqım məndən dost idi də. Çox istedadlı adam idi və mütəəssirانه bir təvəqqi qəşə zəifdən idi. Bu getdi konkurunda yaxşı verdi, getdi Şərifə vəli orada məsələn xudkoşu elə. Yəni siz görürsünüz ki, məsələn gördün də ki, məsələn tərəf irtibatda şayad çox qəbul olmayan, şayad məsələn bu şey eləyə bilər, irtibatçılar çox rahat da. Mənim bu sistemdə biraz buna yetişmir. Yəni səlamət rəvani və az cümlə ki, kol soft skill'in içində olur, ona əslən yetişmir deyirəm də. O əvvəl bəxşi söhbəti ki elədin, bu ki təmin demək olar məsuliyyət pəzir olarlar. Mən o kamilən qəbul edirəm. Vəli məsələ bu idi ki, biz bir şeyi təhəmmül edirdik ki, bizə iştibat hərrah olmuşdu. Mən bir misal verim biləcəm. Biz o şeyi öyrəşirdik ki, bizə lazım idi, vəli kafi deyildi. Yəni, fərz edin, الان burada, Amerikada baxsaz, səthi səvadi ki, nisbət bir riyazı var, daha mütəvəssit səthdədir, nisbət bizim uşaqları hesablayaq. Vəli xub, həman o riyazi ilə öyrəşmirlər. Bəzən riyazi məsəl ictimai ilə öyrəşirlər. Xub, biz riyazi qurusunu öyrəşirdik. Ona görə deyəm, əzabını çəkirdik. İntizaidir bizə. Biz əsən mütəvəccih deyədik, bu nə mənədir əsən deyib. Bir şey formullar getmişdi məğzimizdə, gecə yuxuda yatanda da olar gördük. Sözüm bundan ki... Riyazi müəllim nə qoxmalı olardı sizdə? Sibil olardılar, qoxmalı müəllim. Və xo, ələn mən öz uşağım burada mədrəsiyə. Əvvəl ibtidaiyəcə, əlbəttə
qəblər vaqa amadəciyə də gedibdi. Hətta qəbl az amadəciyə də gedibdi elə bu sistem آموزشdə. با تمام انتقادları ki var belə əslində sistem آموزشin, vəli mən görürəm də nə cürsünlər dərs öyrəşirlər. Mən soruşuram ki, geysən mədrəsəyə, deyir, bəli, geyirəm mədrəsəyə, sabah riyazımız var. Məsələn, gəl riyazi mənə bir cür deyir ki, mən deyəm ki, nə gözəl öyrəndirlər riyazi biləsin, məfahimin. Məsələn, əgər sən istəsən uşaq öyrədəsən bir daha ədəd böyükdür ya balacadır, bəzən şayad elə bir şeylə gəl öyrədəsən ki, tərəfin zehnində qalar. Biz o bilmirdik. Biz deyirik, elə məsələn 10 birdən çoxdur. Və bu 10 birdən çoxdur. Elə məsələn zona çoxuduq zehnimizə. Mənzum bu idi. Vəli vaxtən cəh məsuliyyət pəzir olarlar. Əlbəttə mən fikrim biz İran uşaqlar məsuliyyət pəzirdir. Vəli məsuliyyət pəzir olmasalar məsələn şəb imtahan oxurlar, nəmdən ruz imtahan oxurlar. Qonaq gedəndə oxurlar. Mən yadıma gəldi. Qonaq gedəndə də biz dərsə baxardıq. Qonaqdan gələndə də dərsə, maşında da dərsə. Həmə şeylər məsələn bir daha yəni qonaqlığı da zəhrimar elərdik özümüzü. Məsuliyyət pəzirlik var idi. Vəli elə məsələn bir cür idi ki, bizə bir iştibah vəzifə tərrah olunmuşdu. Mən bu qəbul edirəm. Mən kamilən müvafiqəm. Yəni bu da elə bir qismətdir ki, bizim təcrübəmizə əhəmiyyət qadərdir də. Yəni özün nəzərəcək ki, deyildə gəl öyrəşəsən də bu sənkidir. Mən bu kamil qəbul edirəm. Hala mən bir daha cəlib bir söz deyim diləzə ki, bu məsələn siz fərzən riştəz riyazi idi, fəqət riyazi öyrəşirdiniz. Məsələn bir daha iradi ki bizlərdə var. Məsələn heyvanatla irtibatatımız əslən mənisi yoxdur. Bəd burada görmüsən də heyvan çoxdur xovasən və heyvanla da rahatdırlar. Vaxtən dubarı qeydir uşaqlığımıza. Yəni bir bəxş aslında qeydir ki biz uşaqlığımızda heyvanla öz irtibatatımız olmamışdı. İndi mənim qızım məsələn mədrəsədən gələndə bu marmuləkləri tüsədə görəndə sən qaçır, yaz qatıta qucaqlaya məsələn söyün. Müqayisəyin bizə məsələn sən xoşu bəd məsələn ənva heyvanla otanır, bəd heyvanla kitabları ki oxurlar heyvanı çox cəzzabdır. Hala sən fərz elə bu adam getsin sən riyazı oxusun. Bir daha uşaq çənd vəci böyüyür, çənd bodu böyüyür. Bəli. Kamilən düzdür. Yəni vaxtən mən istəyirəm ki, çox şeylə əvəzləmək olar bizim sistemdə, yəni amuzəş sistemimizdə. Ki, nə deyirəm, adam ta girməyib qoda bilmir vaxtən nə müşkülət var İranda. Şahid sən, İranda sən bu sistemlərə qoşmaq olmuyor. Çünki fərhəngdə var da və hər surət. Bir haləti məsələn məzhəbi də var, məsələn bu heyvanatı ki siz deyirsiniz, مثلا اتباع içində. Məsələn, mən bilmirəm məzhəbi, bir daha məzhəbi bir adamlar filan, xanvadə necə olacaq filan. Və kamilən sizinlə müvafiqəm. Yəni bu ki təcrübə, bir daha danışığımızı behter eləmək, danışığımızın öhdəsində idi. Dədənin nəslə də öhdəsindədir. Yəni uşaq özü bir cür kef eləyirdi bunda. Eləyənməsəydi isə olmaz. Özür idi. Bizim Allah sizin sözdə bir daha həm klasımız vardı. İbrahim adında şagirdlərimiz idi. Mən həmişə yəni mədrəsə sistem آموزش zehnimə gələndə o yadıma düşər. Bəyan ki sistem آموزش o leh elədi. Leh. Fərz eləyin ki məsələn ya xoda. Baxın bir nəfəri ki ümumi təcrübədə iddiası var idi konkurda yaxşı rütbəsi eləyə bilərdi ola və şəraiti çox mütəfavit ola bilərdi. Vəli mən yadıma gəlir onda konkuru əmdən körürdü ki, keçsin rəvanşinası oxusun. Bəran ki, sən istəmirdi təcrübə oxuya. Əsən istəmirdi bu hozədə. İstəyirdi rəvanşinası oxuyan. Və bu adam vaxtən heç oldu. Yəni, mən görürdüm də, mən o zamanki təcrübə oxuyanda gördüm ki, nənə dədələr fəqət döhdür axtardılar, çəkələ çıxardalı eşiyi oradan. Eləməsən bir daha sərmayə quzar eləməsən bir yerdə. Ayrı bir şey olsa batırmısan. Yox, özürdür da. Elə sözümüzə qeyd ki, biraz hətta İranda dədənənə arzuluydu da. Deməsəydi də nişan verdi. Bəd, uşaqda nəqqə deyəndən sonra elə sizin o Əkbərlə danışanda da görürdü ki, məsələn, Əkbər deyirdi, sən babam istəyər ki, yedim eləyəm. Mən də elə özürüydüm düzün söz. Mən də məsələn dədənənəm nə mənə deyirdi, dedim bunu aşağı dediyim. Dəsin bir nəfər məndən soruşsaydı 16 yaşında niyə bir dərs oxusan?
Ki daha mesela mamam şad olsun, dedem şad. Heç bir xas bir ayrı bir dərli yox idi vaqiə. Ölçüd. Biraz öcü idi. Biraz da şahat biz burada indi məsələn adam ona da baxaç da. Bir də qədri afiyətdir da. Məsələn Amerikada adam deyir uşaq məsələn ha, getdi hünərmənd oldu, şahat kökün sudan çıxardar. Bəli məsələn şahat dədənənə İranda fikirləşirlər olan bu uşaq keçsə məsələn hünərmənd olsa mən bu necə yetişdirəcəm. Bu cür fikirləşirlər da. Yani fişi budur. Yani resmen fiş budur. Ben yani o afiyet de var da. O halete afiyet ki Amerika'da var. Şayet İran'da diyor. Şayet indi var ha İran'da. Düzün sözü ben burada. O zaman yox idi. Yani bizim zaman 100% yox idi. Bizim zaman ya döktür ya mühendis ya da ki da fail yerdə şikəstdir xanı var. Uşağı böyütməkdir. Özür. Beynəm در مورد مسیر şoğlun bir miqdar söhbət elə. Harda işləmisən? İndi dəqiqən nə işləyirsən? Bir miqdar təcrübələrindən decinən. Bəli, hətmən. Valla mən işi be surət ciddi mən bir il Kanada'da işlədim. Bəd, çünki o zaman da PR alım. Bəd, burada da indi təqribən 2 ildir. Vəli ondan sonra kullən də məsələ danışgahı oldu. Vəli eləyə biləm, məsələn, riz biləcə deyəm ki, məsələn, nə harda nə cürəplə eləm filan. Mən o zaman ki, əvvəldə gəldim Kanadaya, mən qəşəng yadımda. Kanada, mən o gün ki gəldim Kanadada, nəft $90 idi. O gün ki mən fərqli təhsil oldum, nəft $30 idi. Yəni iş tapmaq doğrudan çətin olmuşdu. Vaxtı mən qutuldum Fog lisansını. Və mən o zaman 6 ay, 7 ay fəqət iş əpləyirəm. Axirdə də ustadım kömək elədi. Dair şirkətlə, danışqanla işləyirdi. Getdik biraz işləyək də orada məsələn. Yəni şayət biz də deyim ki 100 daha application doldurdum o 6 ayda. Və vaqəən çətin, tapmaq olmurdu iş. Bir daha bir şey ki adamın öz zihninə o zaman gəldi deyildi bu iştibada eləməliyəm. Budur ki adam məsələn çox ciddi ola iş tapmaqda hətta. Bu ki adam deyə məsələn ha mən nəcür məsələn nə iş istəyirəm görəm, nə connectionlər istəyirəm tapam. Nə qədər bu iş var eşikdə və nə qədər mən vaxtım bu rezümə cülləyim ta oraya yetişim də. Bizdə o yox idi. Nəyə? Çünki yaxşı təsir İranda bu kişvərlərə bizdə yoxdur. Şəhər məsələn bir daha bizim qoftequdan bir yaxşı bir şey çıxa bilər. Budur ki adam düz təsir verə burada. Şəhər İran, Amerika, Kanada bəli bir deyilən yaxçılıqlar var. Bəli bir cürdə deyər ki fərşi qeyrimiz təhnil eləyərlər. Məsələn deyərlər sən gəldin döktürə filan danışqanı aldın da təşrif gətir daha. Təşrif gətir burada rəislər elə. Özü bir şey yoxdur. Bio. Xülasə biz fərqli lisansda bir cürəyik. Fərqli lisansda gəldi o bir 5-6 ay əpləyə eləyəndən sonra bir daha iş tapdıq. 1 il orada işlədik. Gördüm mənəsə faydası yoxdur bu işin. Çünki nə dəramədi, yaxşı idi. Çünki məsələn orada da sən məskəncə baha idi də. Adam istəsəydi ev ala, gördü bu dəramətlərlə olmaz. Bir əldən də adam deydi, sən mən fərqli lisans oxumuşam, bu nə işlərdir filan, ceyim yaxşı dəyişiyor. O zaman əpləyə elə. Əpləyə elədim, hala döyləyə döktürə, məsələn bir deyil internshipə getdim mən. Məsələn startuplarda zətdə getdim internshipə, ki adam biraz öyrəşsin ki nə xəbərdir. Sonra mən istədim ustad olam. Çünki istədim ustad olam, bir döyləyə fərqli döktürə də getdim mən. Getdim məsələn bir daha fellowship-za tutdum, şans şəhətdim, bir yaxşıdan aşqaya cinə getdim orada. Bir il orada oldum, sonra əpləyə eləm cinə, mən başlam hamısını əpləyə eləmə. Çünki mən biraz düzün sözü, çox mühüm, mütməyin deyildim hansı məhsil istəyirəm gedən. Bir teylər adamla danışır, adam. Bilməm, sən də danışırsan ya yox. Diyorsun, məsələn 12 yaşından deyim, mən filan şey istəyirəm. Mənim ömrümdə bir şey yox. Yəni, əslən mən bir daha bir şey o həddə söyləməmişim. Yox. Mən ki yetişdim, məsələn, 30 yaşım olmuşdu. Deyirəm ayılan, məsələn, indi neyiniyim mən? Bir belə dərsdə oxuduq filan. İndi də fərqli döktürə, ciyim ustadlığa. Əslən şey deyil, mütməyin deyil. Ki, ustadlıqda düz yoldur. Xülasə əpləy elədim. O da bir daha böyük proses eləməkdir. Yəni, bücür deyim ki, mən 2 il əpləy eləmdir ustadlığa, 2 il. Və hər il, məsələn, əvvəl il 20-30 yerə, 2000-ci il 100 yerə əpləy elədim.
Axırda da bir daha ustadlıq pozisiya tapdım. O da ki, Allah məsələn şans da gəldi. Mənim də dostlarımla o komitədə idi, kömək elə filan. Ki biz məsələn Michigan State-də mən o zaman ustadlıq aldım. Bəli də rastlar ki, hələ mən mütməyin dədim. Deyim qoy industriya da apply eləyim də. Vaxtı apply eləm, o da bir 300 dairə apply eləm. 300 dairə apply eləm. Axırda bu metod çıxdıq, gəldik bura. Xülasə sizin bilə deyəm, kullə məşəqqət idi. Yəni həm iş tapmaq əvvəldən axırına məşəqqət idi. Bəli, yaxtılığı budur ki, axırında bir yerdə çalır, bir şans şərti də. Bizim bir dostlardan biri deyər ki, sən bir dənə fəqət cavabı bəli istəsən. O istədi xeyinlə. Ondan sonra tamamdır. Dastan bücürüydü. Adı istəsən çox risklərdə danışarım. Yox, elə bu əndazə elə istəyirdim biləm ki, bütün özümdə gördüm ki, məsələn post-taksiyada oxumursan, sual idi biləmə. Və bir daha zeynimə bir şey gəldi deyim, o da budur ki, məsələn siz bilmisiniz ki, məsələn nə ittifaq düşəcəkdir və bəzi adam bilirlər. Dubara qeydi sistemi amuzeyşiyə. Baxın, məsələn bu cüsü nədir ki, indi mən hardan gələ biləm ki, məsələn geycan filan şirkətdə işləyəm. Mən istisnaların işim yoxdur ki, məsələn tərəf istəyib fəzanəvərd olan NASA'ya gedəm, demirəm. Bu istisnalar qoyaq kənara. Hələ bir surəti kolli ki, cinsi işi tapada və öz o şəxsiyyətin tapacağı hangi cins işlərə çox yaxındır. Və bizim çox ustad varımızdır ki, danışqahda dəst deyirlər, vəlillər bir startupda zindicanlıq edirlər. Və çox adamlar da varımızdır startupda işləyirlər, elə danışqahda dəst deyirlər. Yəni tərzi fikir həmandır. Bu 99% startuplar ki, şikəst deyirlər. Bir axşı isə elə bunlardılar ki, cinsi işi dərk eləməyiblər. Cinsi işi startupı dərk eləməyiblər. Kamilən düzdür söhbətiz. Allah bir şey də ki var, mən vaqəm در راستای bu söhbət ki deyirsiniz. Vaqiət budur ki, mən bilmirəm sizi. Bəli, məsələn, çox azara olmuş ki, mənim zindəcanlığımda biri məndən soruşar olan, sən nə mən istəyirsən? Məsələn, sən neyinə, nə kadar olarsan? Çox azara olar. Yəni, çox vaxt təslimlər tutulmuşdur, bir cür. Nə deyirəm, yəni, bir haldaydı, bir şəraitimdir burada. Ki adam deydi, amma sən də gəl mühəndis olam, mühəndis olmasam nə mən olacağım? Məsələn, bir cür fikirləşirdi adam. Adam özündən soğuşmurdu. Adam deyəm özündən də soğuşmurdu. Yəni otura xəlvətində deyər ki, özündən soğuşacaq, mən nə mən istəyirəm. Yox da soğuşmur. Bax, əslən şeydir də, vaqiət bu hamısı buraya yetişir ki, nə qədər mühit təsiri var da. Məsələn, mühitdə aramış olanda adam özünə gelir. Baxır ki, məsələn, ədəm aramış, şad özümdən. Muhitin aramda olanda adam əvvəldən baxırdı ölüb elə deyirdi, bunlar da mənim zindəcanlığımı körləyir. Adam heç vaxt eləmir ki, özünə bir yetişə. Vəli xop, siz indi bu söz ki deyirsiniz, indi burada var da, burada uşaqdan soruşulur, what are your interests, what are you enjoying, when you don't feel the time when you're working on something. Sən bütün sualları bizdən soruşursuz, sən nə soruşmuşdular? Mən yadıma cəm. Ümumən elə deyim də dədənində o şeyləri ki, özlə zindicanlıq eləməyiblə, çatamayıblə, olar səhiylərdə uşaqlarında istəyərlər. Və zəmini bu şey nə tənha soğuşmurdular, səhiylə cəhətdə verirlər də. Və xub, vaqən bu mövzu, məsələ budur ki, adam baxır zindicanlıqla, mənim təqvən nəzdikə 39 yaşım vardı, xub. Adam baxır gözəşliyə, məsələn, bəzi şeylərə əfsusiyim. Bu ki, bir sinnilərdə adam bəzi işlər görə bilərdi ki, görənmir. Və əfsus o da, qalır biləsində. Elə bir bəxşi qeydir buna ki, söydüklarını əslən bilməyibdi və çox bir vaxt bilir adam bəzən bunları. Mən hal Əkbərinin də danışanda Əkbər də qəşəng buna işarə edirdi ki, mən çox bir vaxt bildim ki, istəyəm müdiriyyət oxuyam, mən istəyəm məsələn, mən istəyəm mekanik olam. Hala bu bir dan nümunə idi da, biz baxsaq elə ayrı cəvanibə zindəcanlığımızda da bu görürük. Yəni çox hətta təfrihləri eləməmişik ki, Məsələn, fikirləşməmişik. İndi şahid fikirləşirik, deyirik ki, bu işdə görə bilərdik. Bir dənə filmi var, ehtimalən baxmısan, Bucket List adında.
Mən o filmi çox sevirəm. Be xatir bu ki, o adamlar ilk orada fol istillə ölələ və ömrlərindən az qalıb. Tazə sualı soruşurlar ki, mən nə iş istədim qəbl azın ki, öləm görəm. Və geyli o işlər hala naqis əncam verirlər. Kəm keyfiyyət olur da. Yəni sən 90 yaşında o işi istəsən görəsən ki, qəral 20 yaşında görəsən. Qalıb nə iş istəsən görəsən. Alə də. Sən ələn vandır. Məsələn, özü bir sistemi fikri vandır. Məsələn, fikir rəysən ki, nə bilmirəm. Məsələn, bir şey işlər gəh görəm hətmən. Ala cəmbəyim karı əslən zehnimdə dəy ha. Yəni ayrı bir mövzular zehnimdədir. Valla Mehdi mən istəyirəm ki, mən bir bu yerdə oxurdum. Ki, cavabı söhbətdir də öz nəzərimdən. Budur ki, intizar dərd yaradacaq. Yəni, mən məsələn deyəm ki, mən bir şey istəyirəm. Əslən deyir ki, daha cümləyə fəlsəfədir ki, xastən dərd است. Məsələn, xod istəmək bir şeyi, dərdi başlısan. Başlısan ki, özünü narahat eysən ki, istəyirəm bu iş. Valla mənim öz zehnimdə məndən soruşsuz, məndə də bu var. Bu biraz bu buhranı 40-45 salıqya fikirləşir adam indidən. Yəni, sən adamın yetişdi 45 yaşına. Nə mənə fikirləşəcək? Öz zehnimdə deyəm, ehtimalən fikirləşəcək xəssiyyətlərinə də. Deyəcək, ay olan, məsələn, mən 25 yaşında necə bu işi görməyəm, necə getməyəm, məsələn, bir dava, necə çıxmam 3 nəfərin eşiyə. Adam səyi o azaldı. Yəni mən səyiyim özüm ağam buna ki, sən o həssətləri azaldı. Afərin. Bəli bu ki, nə qədər istəyirəm, istəmə o kontrol edəyəm. Çünki qəblən mən çox şeylər çox istəmişəm. Və adam da məcbur sacrifice eləyər. Yəni fədakar eləyər də. Çünki çox istəsən, dostların ilə gəç qeşə deyirsən, yox mən gəlmir. Mən istəyəm bu ola. Doğru. Adam yəni biraz istəm o təvazulda saxlayan. Vəli bir daha qəşəng söhbətdir ki, adam gəl o zehnində ola da. Yəni məsələn adam cinə başını sallar o məsələn elə həmin öz dünyasında ola o bunlara fikirləşməyə şayad o buhran birdən gələ üzündən çırpılar. Özüdür. Qeydək o vaxt ki İrandan çıxmısınız. O zamanı ki İrandan çıxırdınız yadınızdadır o. Ya mən isəm ki onda nə mənə ehsasınız vardı. Valla mən kullən adam bir daha prosesə da 2 il görürsüz məsələn əpləyir. Ya 2 il məqalə işləyir, 3 il məqalə işləyir filan. Bəli ta zamanı ki viza gəlməyib mən istəyirəm vaqiəti hələ bilmir ki olan. Məsələn mən geyirəm yoldan. Tabii yox. Yol doğudan geyirəm. Mənə o vizada oldu. O da bir cür oldu ki, gittim mamama deyim mən vizam gəldi. Mən gülürdüm, mamam başladı ağlamaq. O da bilmə, o dünya vəz oldu. Yox. Orada gördüm ki, sən bir dana bir şeylər, o şey ki mən elə gətirəm, hama söhbət elədik da. O şey ki mən elə gətirəm, bir əldən verir. Yəni bir daha bir o taadul var orada. Yəni o cürdə ki, məndə gülmək vardı, bir nəfər ayrısı alırdı ona. Orada bir əvvəldə bir dərəcə məsələn mən gördüm ki, çox ciddi olur. Məsələn mən doğudan geyirəm ayaqdan. Bir daha da ki mən yetişdim Furuqa, o da səhnə yadımdadır ki, məsələn mən babam məsələn mənim qəhrəmanım idi uşaqlıqdan elə. Bu Əkbərin çox mən həbs azqar edirəm. Çünki mən də elə məsələn babam mənə bir dənə bir qəhrəman idi həmişə də. Bəd söyərdim biləsin deyəm məsələn bu desin bu mənim oğlumdur da, necə fikirləşərdim. Getdim Furuqada bir yol yadımdadır. İstədik gerək geytə. Mənim babam gəldi məsələn deyək ki, yoldan qəbul ol filan 22 yaşın var geysən qəbul. Yəni mənim babam deyir qəbul ol, mən ağlamaq başladım. O da mənim yadıma gəlir. Deyirəm mənim babam deyir qəbul ol, mən də ağladım qabağında elə. Qəbulda olayım ha. Vəli o səhnələr orada yadıma gəlir ki, mənim babam deyir ki, düçərxi səvar qabağına baxır. Daliyə baxsa aşar, eləyənməz. İndi sən bir daha çərx sürənsən, qabağa gəlib baxasan. Biz daldıyıq. O da mənim yadımdadır. Yəni, bavucudun ki, çox dərdnaş bir şeydir da. Adam deyimsə, xanvadı dalda qaldı da. Geycəsin qabağa. Vəli xub, o da bir şeydir ki, mənim zehnimdə qalmışdı ki. Yəni, o bir daha hissi həyəcan vardır. Vəli xub, təlxid içində vardır.
Və tozih vermək bu məsələ tozih vermək də çox çətindir. Bəzən məsələn görürsən tanıyan famil məsələn deyir ki, xanvadə گفت گفت məsələn bu məsələ sən açasan tozih verəsən ki, əsən özü ki sən fikirsən deyir. Çox çətindir. Yəni vaxtən çox çətindir. Və o deyibə sən məsələn vaxtən qoymusan getmisən. Və çox əziyyət konandadır. Yəni məsələn oğlanam mən. Ehtimalən deyirəm söhbətdə. Sən bu deyəm. Mən də öcürəm. Mən də tək oğlanam vaqiətən. Abi sən də tək oğlan, mən də tək oğlan. Mən özüm çox bu məsələlərlə girinmədim. Əsas edim ki, mən əsas edim adam düz təslim tutur bu mövzuda. Bir miqdar əvatifi də hətta qoyaq kənara. Mən çox sevirəm babam mamamın yanında qalan. Bəli, xub bu bir də vaqiət zindicanlıqdır da. Mən cəmiyyət cəhata baxanda görürəm ki, o düz təslim odur ki, mən nisbət bir öz zindicanlığım və öz xanvadəm və hətta babam mamam bu təslimi tutam. Siz dediğiniz sözde düzdür. Vaxtdan bəzi şeylərdən və mən məsələn ya sən məsələn mamavın, babavın nə bilim qucağını əldən vermisən. O da oturub ba həm söhbət eləyəsən, bir çay içəsən, əldən vermisən. Hala yanında ayrı bir şeylər ələ gətirmisən. Bəli. Vaqiət budur ki, qədimdən də bir söhbət deyib ilə tüvlər ki, mənim nəzərimdən kamilən düzdür. Yəni deyir ki, bir daha dədə 1000 daha uşaq saxla, 1000 daha uşaq bir daha dədə saxlayanmaz. Bu vaqiyyəti budur ki, dəyərli budur ki, məsuliyyətlər özürdür bu. Yəni dünyada məsuliyyət özür tərifi o. Ki dədə eləyə bilir uşaq saxlaya, uşaq eləyəməyət dədə saxlaya. Mən demirəm ha, tamam uşaqlar ki, bu iş görməsinlər. Bəli, istəyəm deyəm ki, bir dənə ədəm təqarüm var. Yəni özü deyir ki, həmin işi ki, dəd uşağı görüb, uşaq eləyə bilir dədiyə görə. Kullu söhbət budur. Bəli. در راستای sizin söhbətinizdir də. Yəni vaqiət bu da ki, adam gəl ayəndəsinə baxada. Yəni əgər siz fərz edin ki, ayəndə İran hala bu vəziyyətlə ki, adam baxır şayad nəzər çox yaxşı olmaya. Xub burada gəl üzün پیشو به تنتون بمانید به قول فصلها ki 60 yaşında şayad sizin qızınız gələ deyə baba sən gedə bilərdin, niyə getmə? O adam nə deyəcək? Yəni bazı şeyler var ki mühimdir, bazı şeyler şayad mühimdərdir. Evet. İran'ı cohesinlə mi nədir? Alıp بعد از 13 il. İrana görə. Valla düzün sözü mən əslən bir daha xanvadə ilə düzün sözü mən böyüməmişdim ki, çox vətənpərəst olaq. Yəni yalan deyən məsələn mən çox İran məsələn söyərdim o filan. Bəli, xub bir daha bəhs hüviyyəti var da adam deyib deməyəncə. Məsələn bu bir dəlil ki mən məsələn podkastdan xoşum gəldi. Budur ki əslən düzün sözü hətta o Təbriz dilişi danışmaq, üçüncü sözü biz çəkirik filan. Şayad əslən mühim bir zad olmuyor. Bəli mənə yaxşı hiss verir. Mən bilmirəm nə mənə yadına düşürəm ki adam bizi şayad məsələn mən bilmirdim. Gəldim hətta mən kanallara düşündüm ki biz məsələn sözü çəkirik. O birisi tüvlədiyle siz ne mesela nazından danıştınız. Yani ben mesela zihnime gelmezdi bu. Bilirsiniz ben mesela hatta o da mənə lizzət bəxşdir indi. Yani bu var ki adamın kökü o oradan ki gəlib biləsinə lizzət bəxşdir. Şayad bu xatir o xatırat ki var idi. Şayad bu xatir öcü adam özünü tərif edir. Şayad adam bazı vaxtlar deyəm mesela mən nə məniyəm. Adam o yerdən ki gəlib bir qismət əzə hüviyyəti olur da. Və ya adam özü ilə barışıq olsa çox çətindir adam oraya deyilən ki, gəliblə də barışıq olmayan. Çox qəşəng deyil. Ona xatir mən çox barışığam vaqiən. Təbrizinə çox mənə yaxşı xatirə zehnimə gətirir. Hələ məndən soruşsalar ki, İran ya Təbrizi məsələn pərəstiş olum, o birisilərdən behtərdir. Mən öcü fikirləşmirəm. Mən deyəm o birisilərə taydır. Bəli deyirlər hər qərə mən deyən qərə dədə. Yəni mənə Təbriz çox yaxşıdır. Evet. Mən çox lizzət aparım. Sonra da ki mən gəldim burada mütəvəccüh oldum ki, xub mən bir şeydən də ki vaqiən Təbrizdən xoşum gələr. Hala mən Təbrizdəyəm, şayad türklər özürlər. Mən üçün Təbrizdə fəqət yaşamışam İranda. Ona xatir danışa bilirəm o müaydə görə. Budur ki, biz özümüzü iftixar edirik. Mənim nəzərimə çox yaxşı bir zətdir.
Dərdə budur ki, özümüzdən qaçmırıq da. Adam özündən qaçmağın dərli fəqət budur ki, şayad özü ilə barışıqdır. Mən ayrı bir şey görmürəm. Özüdür. Beynəm Təbrizdən 2 dənə burada görmüsən də, sən hələ Kanadada görmüsən. Orada da mərdum deyirlər nice-dırlar, nə bilim, mehribandılar, çox ba fərhəngdilər, nə bilim. Axı o Amerikada da görsən mərdumun rəftarı əcrüsünlərdir. Xub bunların da özlərində o yaxşı fərhənglər var, pis fərhənglər var. Biz türklərin bir üç dənə moridini də ki, amma məsələn bu söyürəm bu türklərdə. Pislığında məsələn deyə bilərsiniz, amma məsələn bu Təbrizdə mən ehsas edirəm. Bu moriddə bizə məsələn ehsas edirəm, ba təcrübə mən məsələn yemir. Məsələn onlardan da eləyə bilərsiniz, o da parasız söhbət eləyək. Valla mən Təbrizdən neçə daha şey deyə bilirəm. Bir əvvəl ki dedim, mən istəyirəm ki Təbrizlər öz dilinə güvənirlər. Öz olmaqlarına güvənirlər. Deyirlər biz bu. Xub biz tarixdə də baxanda, mənim çox mütaliəmdə yox və azalaq ki oxumuşam. Xub Təbriz bir dövrə ki, şayad çox böyük şəhərdir və bir dövrə mərkəzi fərhəngi İran imiş. Sonra gəlib ba təvəccüh bu şərait o filan, xub biraz əhəmiyyətindən azaldı, biraz vaqiyyət o bir şəhərlərdən biraz dalıya düşdü, məsələn bir tədad zəminələrdə. Bəli, xub bu çox yaxşıdır ki, siz məsələn bir qol faslar, bir qol ingilislər losing teamdə olasınız, hələ öz teamimiz söyəsiniz. Bu çox mənimizə mühüm bir zat. O çox Təbrizli adam görür ki, sən biz utuzuruq oyunu bəzi yerdə, cəmaətdə. Adam vaqiyyət, məsələn İsfahandan, Tehran qoyaqçılar, adam geri İsfahana görür da. Vəli bu adam deyir, mən hələ öz teamimi söyürəm, o çox yaxşı bir zatdır. O bir şey ki, mən Təbrizlilikdə görmüşəm və söyürəm. 2000 şey ki, mən məsələn Təbrizlilərə görə deyə bilirəm, mənim də zəhmən vaqəən məsələn Qəzada zadda, şayad bu çox xasiyyətli, rəvan olmayan. Bəli, mənim də zəhmən vaqəən Qəzada pis restoran Təbrizdə davam gətirməz. Yəni bizim tarifimiz yoxdur mən istəyir bu zəminələrdə. Yəni siz geçsiniz məsələn mənim zamanım Təbrizdə pis restoran tapanmaz. Çünki qalanmaz. Sən bu bir ildən çox qalanmaz. Heç kim getməz, qapısını döyməz. Yəni bu da ayrı bir şey ki, mənim də zəhmən səliqələri yaxşıdır da. Cüdə əhəmiyyət qadir o da. Məsələn, nə mənə yiyirlər, nə inirlər. Üçüncüdə vaqiyə mən o şey ki söyləyəm, bu da ki, bizim hələ biz folklor fərhəngimizi saxlamışıq. Tavudud. Ya necə? Yəni, məsələn, mənim dayılam bu qaladaşlı qalı oxuyardılar. Naqara çalan olardı, filan elədilər. Yəni, bu vaxtı xanvadə yığışardı. Hələ bu ki, mən məsələn türkü şeiri oxuyayım, hələ filan işi görüm. Bazen bu ki, biz bir daha losing teamdeydik. Bu çox böyük bir zadı ki, özümüzü saxlamışdıq da. O da müsbət, yine ayrı bir şey müsbət. Valla mənfi şey də mənim nəzərimdən, bir daha bir şey ki, mənim gözümə gəlir tolerancedir, təhəmmül. Mənim nəzərimdən bizim şahid bəzi şeylərə az təhəmmülümüz var. Adam məsələn digər xaricdə baxır. Məsələn çox şey təhəmmül eləyə bilərdik. Bu ki məsələn o zaman görərdin də məsələn əgər bir də ayrı ki şəhərdən gəlirdi bizim şəhərə. Adam görər məsələn furuşəndədir. Cəmaət getməz biləsin hissədalı. Adam gördü ki məsələn biraz yaxşı deyil bizim şəhərimizə. Ki məsələn bir nəfər istigələr, şayad eksas eləyər ki, məsələn, qərib gəz olmayaq biz. Biraz məsələn o görmüşdüm. Vəli mən tüm Təbrizdə böyümüşdüm, mən o çox hiss eləməmişdim. Sonra adamlarla danışanda da deyirdilər filan. Hətta ki bu dediyim ha, der difa az Təbriz budur ki, vaqəən bəzi mənim məsələn şayad Fas həmvətənlər, bunlar vaqəən fikirli cəmaət əziyyət edirlər vaxtı Fars danışır. Və vaxtı mən deyəm, mənim gördüydən Farsı bilmirdi. Deyirdin səlam çetori, bilməyə sən nə deyir. Bu niyə sən əziyyət deyir? Bu bilmir vaqəən sən nə deyirsən. Yəni bu da var. Vəli xub deyəm, bu şayad biraz məsələn bir şey olar ki, biz Türklər, Təbrizlilər şayad eləyə bilərlər behtər
müdiriyyət edən. Və bağın bunlar öcüdə ki, bəzən şahid məsələn eşikdən görsən, hə, ittifaqın öcüsünə dəli mənim nəzərimdə çox da furutən adamdırlar və öcüsü də ki, məsələn şahid uzaqdan o ehsas olur. Mənim fikrim irtibatat üçün az olub həmişə. Bu irtibatat naqis ittifaq düşür be nəzər. Yəni sən bir sözü tərəf gəlir farsi dilinə deyir. Ta o təzət 50 eləyə qeydə Farsi Türkiyə, Türkiyə qeydə Farsi eləyə, Farsi qeydə ağzına gətirər, cümlələrin tapa kəlmələrin yığa bir-birinə, iş işdən soğuşur və tərəf ehsas edir ki, abi ehtiramsızlıq olubdu. O kamilən düz sözdür. Bir daha da ayrı şeylər ki var, vaqiyyət budur ki, xop cəbri coğrafiyada var da mənim nəzərimdə. Yəni mənim nəzərim məsələn deyirlər, sən Təbrizlər biraz sərdirlər məsələn cəmaatına, ya biraz xəşintərdirlər. Vaqiyyət budur ki, adam məsələn maşını sürəndə Tehrandan gəlir Azərbaycana, adam bilir dəqiqən harda Azərbaycanda. O zamanki dağlar başlayır. Yəni kamil müşəxəs o, hara mən Azərbaycan deyirəm. Kamil o yerdən ki, dağlar başlayır, giysən dağların içinə. Bir adam ki, burada yaşayıb, bir çətinliklər çəkib də, o girib fərhəngə. Yəni məsələn sizcə mənim nəzərim insafdır ki, bir daha Şirazlıyın, Xoşrulun, bir daha Təbrizliyin sərd olmayına adam sərdiş edir. Çünki vaqiyyət bizim zaman rifah vardı. Şair indi biraz vəziyyət behtər oldu. Valla qədim zaman məsələn vaqiyyən çətin imiş də. Bir tərəf məsələn deyir, mən niyə bu qışda çıxmışam məsələn eşiyə. O tərəf də səlam verirsə məsələn dövləsi yox da onun cavabını verirlər. Çox təbii bizə. Yəni o da var. Yəni bizim məsələn mən istəyirəm ki, hər nə mənə adam o konteksinə qoyanda, o zəminəsinə qoyanda adam köy çıxıb, adam hərf verir. Əcüd. Hala bu Kanada, Amerikada da mənə elə həmin bunlar ki dedin, Kanada, Amerikada daha yaxçılıqdan, pislikdən deyin, fərhəngləri ilə çox təraşın olur. Valla mən deyəm, çünki 4 il Kanadada olmuşam, şahid məsələn o şey ki deyəm, çox məsələn indiyapla olmayam və xub mənim təcrübi şəxsimdir. Mənim nəzərimdən Kanadalılar, در müqayisə با Amerikalılar, خب سواد جمعی biraz yuxarıdır. Yəni اطلاعات ümumi cəmisi biraz yuxarıdır. Məsələn misal verə bilərəm. Mən Edmontonda yaşayırdım. Məhdi inanmısan, girərdim metroya. Bir dənə görərdim o kitab əlində oxur bir şey. Adam utanar ki, diyor, mən də geyim sabahdan bir kitab almalıyam, pis işdir. Yox, rəsmən bu cür idi. Yəni vaqəən bu cür idi. Ya məsələn bir ayrı misal verə bilərsən. Bir gündən metron pul sayan işləmirdi. Bəd orada da məsələn məmur özü yoxdur, həmişə gələ baxa görə siz pulu vermisiniz, girmisiniz içə. Məhdi inanmısan, bu kioskin üstündə pul vardı. Cəmaat gəlib özü pulun qoymuşdu ora. Gəlib götürər də bilir ki, hər kim şeydir. O adam görə fərhəng ümumi yuxarıdır da. Yəni bu Amerikada bir cür iş olsa, sən o Qatar lütülürlər. Sən o vaqəən adam görür da, təfavüt var o zaman yine. Məncə məsələn fərhəng ümumida biraz mənim nəzərimdən Amerika biraz daha altərəz Kanadadır. İkinci şey mənim nəzərimə sistemi pezeşkidir, sistemi behdaşlığı pezeşkidir. O adamlar ki, yaxşı işlər var Amerikada, sistemin behdaşlığı, support sistemin behdaşlığı behtərdir. Nisbət Kanada. Bəli, Kanada dərkol, əgər Allah eləməsin, chronic diseases olar ki, məsələn, bimarihay muzmin o da. Türkçüsü mən bilməm bizim söz. Çətin mərzlik. Olar, çətin mərzlik, çətinlik çəkən adam, piyo. Çətin mərzlik olan Kanada çox behtərdir. Allah eləməsin, məsələn, bir sərətan tutur, Kanadada bir qan cibindən xərclənir. Bəli, Amerikada bu tərəf çox avamil, məsələn bir dənə avamil vərşikəstəyi mali bimarihay müzmindir Amerikada. Yəni tərəf bimarihay müzmin tutur, işini də əldən verir, elan vərşikəstəyi gəlir yaş dövlət biləsinə kömək edir. Yəni məsələn bu da bir təfavütdür da. Və üçüncü mənim nəzərimə aramışdır. Yəni mən indi advantajım deyirəm, Amerika, Kanadanın yaxçılıqlarını deyəm nisbət bir Amerika. Hətta əgər o mühitlərdə ki mən olmuşdum, Kanada biraz rahat tər idi. Misal verim, məsələn Daşqal Albertada 5-də qeydmağı və heç müşkülü yox idi. Əslən hamı gedər 5-də və bir nəfər 6-yəcən, 7-yəcən qalmaq məsələn əcaz adam idi o adam deyərdi.
Vəli məsələn mən Purduda ya Kəltəkdə 12-də də gedərdim azmaşqaha, 12-də də gedərmiş adam var. İşlirdi. Heç müşkül yox. Adam 5-də getmağına rahat olacaq olan daliyə qaldım ablayda. O fərqə baxın. Çok fərqi var. Yo, yani mənim nəzərim biraz məsələn aramışı vardı. O cür deyildi ki, məsələn go getir o bir şərait. Hala mən bu əldən baxa Amerikan advantajına. Mənim nəzərimlə Amerika əslən əzəli opportunity, yəni fürsət. Əslən qalib qiyas bu Kanadada. Əslən şuxluqdur ki, bu ikisini müqayisə edir. Birin 30 milyon cəmiyyəti var bu iqtisadi vabسته به سرویس و منابع زیرزمینی. بیرین bir اقتصاد var ki وابسته به تکنولوژی، وابسته به فناوری، وابسته به بیزنس، وابسته به yəni siz daha sektöre financial götürsüz ya bir ya iki de Amerika dünyada. Yəni əslən heç olmasında qabaqdır. Xub bənabərin bu cür elə fürsət çoxdur. Demirəm rahat ələ gətirmək, rahat ələ gətirmək çox çətindir. Vəli Kanadada əslən bu possibility yoxdur. Əslən bu imkan yoxdur. Vəli Amerikada var. İkinci şey budur ki, Amerikanın səqfi yoxdur. Hala düzdür deyirlər məsələn American Dream is dead filan bəhman. Vəli hətta bu şey ki sizin zihninizdə olacaq olan mən bir gün milyon qazana bilirəm. Kanadada o cür bir şey yoxdur. Kanadada ay olan mən bir gün milyon qazana bilirəm ki, çox xaric az normallar sözü fikirləşəsiz. Vəli buradan sən adam fikirləşir. Yarın mən məsələn milyon bir gün qazana bilirəm, özü qazana bilirəm. O. Xub bu da bu yaxçılıqdır da. Ya məsələn bir nəfər vaqənisti çox pişrəft eləyər, rüşd eləyər. Çox məsələn öcür Türklər deyirlər dünyacı adamdır. Yox. Bu məsələn şey yoxdur da, arziyə nəhayəti yoxdur buranın. Yəni adam eləyə bilər olacaq ki, işliyor, pişrəft edir. Bəd üçüncü şeylər ki, məsələn mən Amerikaya görə deyə bilirəm, budur ki, vaqəən məsələn ada şayad yetişir o gözəlliyinə o filan. Amerika vaqəən nisbət bir Kanada hətta fürsəti budur ki, gedəm adam müxtəlif yerlərin görməyə da mənim nəzərimdən çox cəlibdir. Kanada xub gözəldir. Mənabə təbiisi gözəldir. Məsələn, Bölbə, dolan. Məsələn, mən Bənf Cəsbirdə olardım da. Məsələn, iyalətimiz oraydı. Çox gözəl yer. Bəli adam məsələn Amerikanla qiyas eləyir. Fürsət çoxdur Amerikada müxtəlif iyalətə girib, müxtəlif yaşayışlar görmək. Məncə o da çox mühümdür. Yəni Amerikada elə adamlar var ki, Amish. Məsələn, bilmirəm eşitmisiniz ya yox. Bunlar məsələn Adəm Hayavəliyə ilə Pensilvaniyada bir cür Kaliskiyayla giyib gəldi. Adam bunlar giyib görəndə, məsələn, gördüyündən mütəfavit də Amerikada çox mütəfavit yaşamaq olayı var. Və o da mənim nəzərimdə ədvantajidir da. Yəni təhammülləri yoxdur. Tənəvvü abi havası da xub nisbət Kanada çoxdur bu. Dəqiqən. Hava da, hava yəni xود hava daha böyük amil də, az amil də. Adam məsələn Kaliforniyada yaşayanda da görür. Məsələn hətta Mehdi'nin məsələn səhər adam yuxudan durur, gün vurur, hal əvəz olur aslında. Aslında hal əvəz olur. Bəli məsələn siz bir dəndən görün Kanadada 6 ay qışdır. Böyük şeylər yoxdur. Mən bir dənə istəyəm üçün primayay muzmeneci o söhbət edirəm. Bir daha istəyəm sual soruşam şayad bir miqdar çətin olar, bilməm əlbəttə. Şayad rahat olur. Fərz edin siz bir şəraitdə olmusunuz ki, döktür sizə məsələn deyir ki, 3 ay, 6 ay fürsətin var zindicanlıq eləyəsin. O 3 ay, 6 ay necə zindicanlıq eləyəsin? Valla mən istəyirəm ki, şayad bu cür cavab vereyim ki, əmələn bir cür bu sualın cavabı burada ki, zindicanlıqda nə mənə mühüm orada. Çün bir şey mən baxırdım, bu Tim Cook müdiri amili Apple danışırdı. Deyir ki, siz görərsiniz ki, nə mənə mühümdür zindicanlıqda. Ceyn ayına qabağına deyim, bu gün axır gün zindicanlığımın. Bu iş sistem eləyəməyək. Əgər vaqəən siz bir daha meyarınız olar ki, bir şey mühümmi deyək. Yəni mən istəyirəm, ölümün qabağında mühüm şeylər özün nişan verir. Hala,
İstəm sözsüz sualınıza qeydəm ki, əmələn bu sual bir cür xop sənin də canında nə mənə şeydən mühümdür ki, indiyəsən gəl yetişək ona da 6 ay vaxtımız var. Valla mənim nəzərimdən cavabıdır sadiqanə Mehdi. Yəni mən indi Daliyə baxıram, şahid adam çox adamların nəzərindən bücür gələr ki, bu məsələn yaxşı müvəffəqiyyətə yetişib də, məsələn Təbriz yerdən gəl filan eləyib bəhmən eyvallah. Vəli bəhs budur ki, adam özü əsən olaraq hiss eləmir. Sən özündə canında olub da, hamıda olub. Canımda bir müvəffəqiyyəti şəxsi adam yetişəndə şahid məsələn bir 5 saniyə öz qəmində deyirsən, xub oldu. Ondan sonra adam çox, hətta məndə özü də var, məsələn qalla bu. Yaman olan elə həndə, məsələn 2 il bundan keyf eləyim. Bəli, vaqiyyət budur ki, adam ləvabitdə özü də. Yəni adam baxır, mənim nəzərimdən mühüm təyin şey ki, baxır adam Daliyə deyir ki, rəvabitimdir. Mənim əgər məsələn 3 ay vaxtım olsa, 6 ay vaxtım olsa, söyləyirəm, çox adamdan söyləyirəm, yanlarında vaxt geçirdim, kömək eləyə bilsəm, məhəbbət eləyəm, məhəbbət alam. Bu olacaq mənim şeyim, arzım o zaman. Ayrışım nəzərimdən əslən mühümdür, yəni vaqən. Vücud baxıram mən. Hətta bu bəhs, hətta ona qeyd edir ki, hüviyyət nə mənə? Cavab söz deyilir. Deyirlər, məsələn, siz özü nəvzi təriflisiniz. Deyir, o adamlar təriflə deyirlər, məsələn, mən filan şirkətdə işləyirəm, filan yerdən qutulmuşam, filan bəhmən yerdən qutulmuşam. Yəni, müqayisədə o adamlar deyirlər, mən bir dana oğlanam, bir daha dədiyəm, bir daha həmsərəm. Deyir, 2000-ci quruş xoşaltayı yaşır. Çünki tərqibalı rəvabəti, tərqibalı şeyləri danışır ki, kontrolu hamıdan çox dəranadır və özünə yaxın tərdir. Bəli, əvvəldəki özürdə, məsələn, mən deyəm, bu şirkətdə işləyirəm, sabah mənə ixrac edə bilərlər. Ya, məsələn, mən o filan təhsil eləmişəm, əhəmiyyəti yoxdur. Bir şeylər ki, mənim nəzərimdən, düzün sözüm, bir şey ki, adamın əlindən sabah ala bilər, nə qədər əhəmiyyəti var. Ona görə adam özünü tərif edir. Bir şey ki, sabah beləndən almaq olur. Ya bir şeydir ki, heç kimə əhəmiyyəti yoxdur. Yəni, məsələn, mən Behtənin danışqatında qutulmuş olan fərz edeyim. Nə əhəmiyyəti var ayrısına? Necə mühüm olur o birisinin? Bəli, siz deyəsən, mən məsələn, bir dənə sən dədiyəm, hətta əqəl qızıza əhəmiyyəti var bu. Bir daha özünüzdən əlavə adama mühümdür. Və şahid mən dərəcəyə əhəmiyyətli ona qoyuram ki, adamın nə qədər təsiri vardır. O vaxtacan ki vardı və o şeylər ki, bəqolsiz kontrolu var və onlar tərif olanın onlardan ləzzət apara bilər. Olmayandan sonra mənənin tərif ola bilər, ləzzət apara bilər. Və ona xatirdir ki, biz o adam əldən verəndə əziyyət oluruq və ehsası qəm eləyirik, deyirik ha bu. O çoğunub özümüzdən ayrılmış görürük və isə o bizim yanımızda deyir, narahatıq. Oğlum, mən bu qəşəng almayacaq ki, əvvəlsə ki, mən bu sual soruşdum, 15 yaşım vardı. Böyük babam fot eləmişdi. Böyük babam bir də adam idi. Sənin bir o heykəlli filan, hamını mənə deyəli olur. Sənin bu Hüseyin baban, bu 120'yi aşar. Bəd, bu məsələn gəldi 79'da təsadüf elə, fot elə. Mənə şok idi bu. Çünki yəni nə olur? Bu çölməyəcək. Uşaqlıqda da möcü fikirləşərdi. Adam deyir, sən bu qalacaq da, bu da qalacaq. Bəli, bu gedəndən sonra adam deyir ki, aha, nə oldu? Bundan nə mənə qaldı? Dəqiqən adam baxır ki, bundan o adamlar qaldı ki, təsir qoyub bilirlər. Yəni, hətta indi dərs adam baxır, tərəfin legisi budur ki, mən indi buna görə sizinlə danışır. O bir yaxşı təsir qoyub da. Məsələn, mən demirəm ki, pənirçi idi, məsələn, tükavaat bazarda. Şimə mühümdür. Heç kimə mühümdür. Düzsünüz, yəni, onlar da var da. Mən özür görürəm. Yəni, mən özür görürəm. Və vaqiyyət də budur ki, axirdə də dömcəyim, bilməm, şey oxumusunuz, Biqane Albert Camus. Bir dəfə kitabdır, çalıbdır, der vaqiə, məsələn, der mورد həman bu hissi az dəst dadən filandır. Və bu adam da ki, özün biqanə mərifəli deyir ki, məsələn, əsas səhnəyə ibtidai bu kitab budur ki, tərəf söydüq adamın tabutinin altında deyəndə çönür, dörü mənə baxır, deyir, abla, mən niyə buradayım? Əsən, mənim heç təəssüfüm yoxdur. Bunlar niyə alırlar? Bu mənim nənəmdədir. Sən niyə alsın? Öz zehnində, yəni daha sağ bir cür yazıb.
و نشان verir ki bu çox biganədir da, cəmaətlə biganə. ولی خب داستان آخر da o da ona gətir ki, məsələn, rəvabit mühimmidir o filan və mənim də zəhmə cavab işləmiydi. Elə bu məsələyə fikirləşəndə zehnə bu gəlir ki, xop görmüsən xo adamlar istəyirlər bir işi görərlər, həmişə bundadırlar ki, mən bu işi görüm, görməyim. Ay bu görsən məsələn eşikdə cəmaətin baxışı şaid mütəfavit olur mənim bu işimə, pis olar. Pis iş olmuyor məsələn mən bu işi görürəm. Şaid bir də baxmaq olar ki, واقعا nə iş görəcəksən gör bax, yəni fərz elə o 3 ay əlandır. O 3 ay hey təmdid olacaqdır. Vəli xop واقعا əgər aldı bir iş görürsən, xop gör da. Müntəzir qalmaq, nəmirəm, eyvay şaid bir ayrıdan bir söz deyə, bir ayrıdan bir ayrı cür fikir eləyə. Vaqiət budur ki, mən bir müddətdir buna fikirləşirəm ki, bu əslən cəmaata mühimdir biz nə iş görürük. Yəni bəzən biz öz zehnimizdə bir şeyləri böyüdürük deyik. Mən bu iş görsəm pis iş olar. Məsələn, cəmaat nə deyə, həmsəyə nə deyə? Məsələn, həmsəyə əslən mühimdir. Məsələn, biz iştiba fikir edirik. Əslən, həmsəyə, nəmidirəm, familiya, əslən, mənim nəzərimə mühimdir. Mən yerdə oxumuşdum, deyir ki, biz necə adam deyəcək olan, hamı mənə görə fikirləşir. Məsələn, bu iş görəcəm, tərəf mənə görə fikirləşir. Bir müddət geçir, deyir ki, oğlan, o cürdəki daha cürdə fikirləşmirdi ha mənə. Məsələn, o həddi fikirləşmirdi. Deyir, biz rəsin geçəndən sonra adam bir nöqtədə yetişir görür ki, aynen, sən bu adam sənə görə fikirləşmir. Yəni adam bir halətə, şayad məsələn bir də halətə qəmgin də olar, və bir halətə azadısı da var da bunun. Ki, qəmgin budur ki, bir-belə biz mühim dəyirik. Bir cəmaat oturur, məsələn, mənə fikirləşə. O haldən də azadısı budur ki, hər iş görürsən görür da, tərəf heç sənə fikirləşmir. Tərəf dostu ilə danışanda bir saniyə, 2 saniyə fərqi mərzində deyir, filanı kim idi, qoy mən də bir söz deyim. Qutuldu getdi. Vaqən qutuldu getdi, yəni. Mən fikirləmirəm. Adam dədənənəsi, ya, çox yaxın adamlarından sonra, o birisilər belə çox enerji məsrəf edirlər. Ki, məsələn, axı eləmə olmaz. Hətta bir daha təhqiq vardı. Deyir ki, əslən 20 nəfərdən çox adamın 20-30 nəfər, dəqiq o ədəd yadımda da, vəli çox məhdud. Adamdan əlavə adam keyir eləyənməz, sən əhəmiyyət verənməz, sən o bəndlisti yoxdur. Adamın o qudrəti yoxdur, bax, bir belə əhəmiyyət verək. Mənim nəzərimdən budur, yəni mən elə sizin sözün şeyizdə, budur ki, mən kamil təhdiyəm, mən istəyəm bir daha nişanəyim buludur ki, adam bir yerdə yetişir, bu dərk edir. Deyək ki, filan iş sənə məsələn pis söz deyib, o bədbəxtdir sənə bir saniyə fikirləş. Məsələn, çox belə, çox mühim dədin o səndə canlığında və yaxşı da bu. Və yaxşı da gediş söylüyü kör. Tutuldu getdi, mənim zehnim böyle. Xanvadə های دور و نزدیک ایران çox yaxındır bir-birinə. Amerikada bərxəlav təsəvvürü, məsələn İranda xanvadə nəzdik vaqəən nəzdikdir belə bə. Yəni çox xanvadə burada xanvadə dost adlandırırlar da. Bəli, məsələn bu cürdədir, xanvadə durda mühim olada. Və məsələn bu cürdər tərəf dayısında məsələn hər həftə görə. O cürdə. Dədə nənə bacı qardaş qutuldu getdi. Şah buradan da gəlmiş olar hala. Ayrı məsələn bəzən fikirəm bizlər məsələn uzaq famililərə bəzən çox vəzn veririk. Bu ki siz deyirsiniz məsələn yaxın adamlar şayət mühim olan sənə çox fikirləşən nəzər ola. Vaqiət bu da məsələn sən elə yaxın adam var desən mən istəyirəm bir daha iş görəm. İstəyirəm ehtimalən ehtiram qoyurlar. Yəni olsun get gör nə qəşəng, hey peycir olar, enerji verə bilər. Bəli xop sən büdcüsünə dəyər ki, bir daha uzaq adam iki şahs sənə enerji mənfi verək. Ya sən ondan ötürü bir işi başlamayasan, sonra görsən ki, baba sən yeyə yox idi ki, o işi başlayaydın. Ya dəqiqən. Çox gözəl. Bu startuplarda da işləmirsən, mən istəyirdim görəm nə mənə öyrəşmirsən o startuplardan. Çünki həm fəzai karısı bizə mütəfavitdir. Həmin ki mən fikrim cəlb təcrübə ola bilər adam Amerikada startuplarda işləyə. İstəyirəm görəm nə mənə təcrübələr gələcəkmisən ki, Allah indi də biləxərə işdə dərdi var dəyir. Arı, mən istəyirəm ki, startupda işləmək məsələn Amerikada, hətta o təcrübə ki mənə verdi, budur ki, böyük
bir exposures var. Bilmiyorum o exposure ne mən o. Bəli. Mesela dəqiqən də. Mesela siz fərz edin, mən o startupda ki işləyirdim, müdir amil və founderi o şirkət qabaqmız idi. Mən də bir də qaramız idi. Siz fərz edin Meta'da ilə Mark Zuckerberg'in qabağında oturursunuz. Yeri yoxdur. Yox. Və xub bir də ayaqçılığı ki o startupı nə məndən soruşsunuz. Burada ki vaqəən dönbalı busunuz ki öz biznesi burası çox yaxşı bir zətdir. Çünki sifdən sədə sizin exposure'iniz var. Tərəf üstdən müdür nə mənə deyir, o customer nə mənə bu müdir amilə deyir filandan ta aşağıda ambardar neyinirəcən sizin şeyiniz var. Siz bilirsiniz nə xəbərdir. Xub bir daha böyük müsbət puandır. Ya ayrı bir şeylər ki mən hala dəyişiklədim. Bu idi ki xub biraz yuxarı, fişar yuxarıdır az ləhazı bu ki adam gəlir məsələn bəzi ilə əncam verəm. Bəli vaqiət budur ki hətta məsələn startup mühitində o şey ki mən gördüm budur ki o adamlar ki vaqəən bunlar hayır ediblər əvvəldə vaqəən işlər düzdür. Yəni vaqəən işi kökündən çıxada bilirlər. Məsələn işi sudan çıxada bilirlər. Bu karədirlər. Vaqiət budur, böyük şirkətdə biraz bu cür deyil. Yəni, məsələn, adam bir teydad görür, ya, sən bu nəcə bir işdir? Məsələn, hesab bilmir. Yox. Böyük şirkətdə üçün rəsrəfi məsuliyyət olur. Ya, adam o böyük çərxdəndən içində bir çiçik bir uzvudur, məlum olmur, bəlli olmur. Yəni, mənim nəzəmi startupda, məhsul startupda biraz, məsələn, başlı qulaqladır. Bu fürsətdə çoxdur. Yəni, bir teydad adamla işləyəcəksiniz ki, bunlar boş işlərini bilirlər. Bunlar bütün işlərini bilməsə şirkət yatdı da, qutuldu getdi. Hamısı gəlib bilirlər, deyinirlər. Bərabərin fürsəti yad yeri də yuxarıdır. Pisliklər nə mənədir? Mənələr pisliklər biri dəraməd ola bilər. Məsələn, şirkət məsələn, high-tech şahid o dəraməd verməyə biləcək. O dəraməd olmayan. Bir daha da ayrı pislik bu ola bilər ki, şahid o برای جاب‌های برای شغل‌های بعدی o mark yemeyip biləcək. Məsələn, bir daha böyük şirkət olanda cəmaət tanır. Məsələn, deyir ki, filan yer işləmirsən, o işi görmürsən, məsələn, neynəmsən? Orada. Çünki cəmaət də tanıyanda bir şey, naxudağa ehtiram da qalı ola bilərsin. Ya deyir, məsələn, mən tanıram burada, bax, şu necə yer. Və məsələn, startup öcürdə. Startup, məsələn, tanımayanda görsən, elə deyir, neynədin orada, məsələn, biraz tərəfə sualdır. Şu an bizən bəhsdə bu ola bilər. Qalıb mən əgər getsəm, vaqəən əvailə kariyerdə mənim nəzərimdən bir daha bir şey ki, əgər istəsəm məsələn biznes zat vuram, mənim nəzərim və məxsusən əgər o fildə olar ki, istəyəm biznesi vuram, mən hətmən rekomend edirəm. Yəni deyirəm keçsin o filan və öyrəşsin, oradan ki eləyə bilir, öyrəşsin. Mənim nəzərimə yaxşı bir təcrübə ola bilər. Çox. Bəyəm bu tamam axırına yetişirik söhbətlərimizin. Da səndə çox vaxt almayım. Bir məqdar rozmərrəcindən danış. Bir məqdar səndən çox tər aşina olaq. Məsələn, neynisən, evdən işlisən, ya geysən huzuri işlisiz, ya xas vərziş eləsən, ya nə bilirəm, bir fəaliyyətdə ki rozmərrədən can verirsən. آره حتما والا من خب روزمره چی بجور که مثلا من ساعت معمولا 7-8 دورم بعد çok vaxt sübhanə mən yemiyorum. Yəni daha qəhvədən zaddan içirəm. Yeyirəm şirkətdə. Bizim şirkət xub sübhanə şam nahar verir. Bəli xub mən də sübhanə biraz istəyirəm yeyirəm. Biraz istəyirəm astər yeyəm filan. Bəli yeyirəm şirkətdə məmulən bizim şirkətdə də saat İş 9-9'dan zaten başlayır. 9-9 yani filan. Və o halda da qalıb işə də. Məsələn, bir gün o adam 7-də geydir, bir gün o 5-də geydir filan. Və mən səhər yeyirəm vaqəən həftədə 3 vərişə gedən cimə girirəm mən. Bəd. Bu qədimdən də mən gedərdim. Mənə biraz aramış verir. Vaqəyə bu adam gedə cimdə məsələn vəznə vura biraz kardiyo edir. Vaqəən adamın əslən halın dəyişir var. شاید bu da çok narahat konende oladan diye demağı. Vəli vaqiət budur biz bir teydad molekularlı bir şey deyirik da.
Bu adam push eləyəndə o lacidən dairəyə, gözün elə halda əvəz oldu. Getdi. Yo, o da var. Yəni mən məsələn cimə girəm məsələn həftədə 3 seri. Sonra da məmulən bir səyirəm axır həftədə dostlarla olur. Mən biraz məsələn xop irtibat söyləyirəm filan və məmulən də adam məsələn bir time keçirdi. Mən üçün burada indi Seattle-diyəm. Xop Seattle-in biraz məsələn təbiəti yaxşıdır. Dostlarla gəyirik təbiətə. Məmulən axır həftədə dəqiq bir gecə məsələn baham gəyirik məsələn gəlib yığışırıq dostlar baham otururuq məsələn bir katdan zatdan oynayırıq. Bəzi vaxtlarda məsələn indi tazaqda məsələn biraz çoxdar gecəyə yaxın məsələn qəblinci yatan bir game də oynayıram. Bir məsələn 1 saat game oynayıram. Çünki Kamil də şey edir də, Kamil fəzadan çıxardır da, dəstən kolundan Jason Game'in fəzasını. Biyo, mən təqribən günlərim bir cür geçir. Çox günlərim bir cürdür. Çox gözəl. Topazada baxsan ya o adəti ki, hala biz İranda varımız idi, feylən yoxdur biləndə. Valla top niyə? Vəli xub məmulən şeyə baxıram, Ligi İngilisə baxıram. Çünki tiraktor söyləyirəm, qoyula bədə deyim. Tiraktorçıyam, biyo. Nə bir xatı hala futbalı, mən o qismət hoviyyatını söyləyirəm. Yəni mən vaqiyyət o əvvəldə dəşk etmişdik. Mən məsələn çox öcü deyil ki, əvvəldən tiraktorçu olaydım. Vaxt gəldi lig bərtərə mən getdim Vərişqazada. Vəli mən şuarları doğudan söydüm. Əvail, indi bilməm nəcür olur. Türk dilində mədrəsə olmalıdır hər kəsə filan. Deyəm, mən məsələn millətçi o büzü şeylər deyərəm. Məsələn, nasionalist büzü şeylər mən nə şeyim var, nə əlaqəm var, öcü bir fikirlər eləyəm, nə səvadım var vaqiyyət. Bəli, mən bu vaqiyyət bu mən kamil dərk edirəm ki, heç dərli yox idi biz öz dilimizdə yazanmayaq. Yəni, vaqən, mənim şabi daha həsrətlərimdən bu ola ki, mən ana dilimi yazanmıram. Bu hər kim adam desə gülmək da, indi cəb də Amerikalıyı xiyavandan tutasın desən, mən dədəmlə nə mən danışıram, yazanmıram. Tərəf deyəcək, ağlı nazıb. Rəsmən o deyəcək, tərəf tərk eləyəm deyəcək. Vəli bizə bu idi, vaqiyyət bu idi. Və mən o çox söylüyorum, yəni mən söylüyorum ki, bunlar əslən futbol, Ali David daha söz demiş, mənim zəm bir söz idi. Tərəf deyir, təmaşagərlər ki, əllə tiraktorlar, nəticəni işlər yox. O da maçı mən dedim, vaqəən o idi. Əslən nədir, bir o. Bunlar gəlmişlər sözlərini deyirlər. O mən söylemişdim o zaman. Hala sonra bilməm nəci oldu. Ona xatı tiraktoru söyləyəm. Əslən tiraktor bir yaxşı timi, o dumbal eləyəm. İngiliscə xop cəzabiyyət var. Hətta tiraktorda bu neçə ildə qəşəng oynayır insafən. Məxsusən bu il və bildirdə xop qəhrəman oldu. Qəşəng oynayırdı. Mən də elə duradur məxsusən udanda ceyb xülasə ibadəsinə baxım. Udandadan baxmağa gəlmir bizə. Vəli bu ki deyirsiniz. Dəqiqə, mən də dəqiqə 15-də həmişə bu şuarı verirlər. Ta o moqi ki, mən yadıma gəlir. در واقع لیگ برتر gələndən hətta əql bir surəti ciddi. Və dəqiqə 15-də də televizyon səhəsi gətir ta 17-18-20-yəcən. Bəli, xub, bir həddəcəndə də çox istəməkdir da. O da var ki, adam məsələn bir sistem gəl kömək eləyək də. Və heç müşkül deyil, mən istəyirəm məsələn, bir nəfər Türk ölkəş tərəfinə desə də yazmaq, sabah deyəcək mən İrandan istəmirəm olam. Biraz çox farklı. Yəni bir nəfər, səs 7 yaşında Türk ölkəşib, ta bura yetişər gələ deyə mən İrandan cüdürəm, çox ki, istəbcidə. Çox pillələr gəlir, tey yola yetişir. Oradan yetişməz ora. Dəqiqən. Çətindir ba, məcən ki, sən bir işi görəsən. Yəni, niruy xarici çox qudrətməndi olar ki, sən eləyə bilən, məsələn, İranından ayrı, məsələn, birisi ayrı əfkar gətirə zeyni ba. Əgər olmasa, xop, zatə biz öcür adam dərik, Türklər öcür adam dərik. Və bir daha dil örgəşmanla da sədəməyi varid olmayacaq. O dili mən danışıram. Yox, o çox ezbəndir. Elə mən o dili danışıram. Arı, mən o dili orada mən danışıram. Mən indi məsələn o dili danışıram. Sən yine o qoyasan mən bu yazam. Nə fərq eləyəcək mən? Deməyəcəm mən İrandan dəyərəm də. Mən fikirləmirəm oraya yetişəm. Nə, öcürsün nədir? Vağan öcürsün. O qorxu var mən. Elə. Vaqiyyətdə budur bir daha da məsələn adam xahiş edir aşağı sizin bir dənəndə ləzdən. Burada görürlər ki, siz məsələn qonaqlar çağırsınız ya özünüz günün
gündə şayad 80-90% sən ingilisi danışırsınız. Sən farsça danışmırsınız. Ben hala təcəddüd İranlı dostlardakı yanında və əksərən farslılar da türk deyirlər ki. Ama siz fikirləşsiniz adam görür 10% günü. Daha çox behter gündə 20% türkü danışır. Hala siz bu qoyun tərəf 20 ildir burada, 10 ildir burada, 2 ildir burada. Təsiri var da. Çünki vaqiə budur, vaqiən bizim bir teydə o söz yoxdur türküdə. Əcəb. Ki məsələn adam deyəmir. Adam məsələn o tapanmır ki, ya məsələn filan şey. Axir bəxşdə mən ümumən soruşuram qonaqlarımdan, kitabdan, filmdən, serialdan, müstənəddən, hər nə mənə ki, ehsas edirlər ki, bizim qulaq asanlar eləyə bilər, istifadə eləyərlər. Tövsiyə fərdilərinə, rüşd fərdilərinə müərrifə eləyərlər. Ya hər nə mənə ki, ehsas edirsən, yəni hətta eləyə bilir bu deyək ki, mən istəm tövsiyə fərdimə vaxt qoyum. Bir yolu kitab oxumaq, filmə baxmaqdır. Bu dedilən ki, təfrih fəqət deyil, yəni qisməti amuzişi qəziyyə də vardı. Siz tövsiyə lazım buyurun bizə və zəmin o ki, müərrifə deyin hər nə mənə zehninizə gəlsin. Valla mən məsələn bir teydə kitablar var ki, mən doğrudan məsələn şayad bahisi o bayını üçün fikirləşəm. Biri Thinking Fast and Slow'dur, Daniel Kahneman'dan. Mənim nəzərimə çox qəşəng kitabdır. Çünki tozih verir ki, məsələn, intuition, məsələn, müşahidə nə mənədirsə. Qizavətlər, o qizavətlər ki, mورد təslimlər, o təslimlər ki, biz tuturuq, hardişli bax ola bilər. Mənim nəzərim çox müfid bir kitab idi, mən oxumuşdum. Və mən vaqəən də canlımda istəyəm təsir qoydu. Çünki baxam dünya. Və biləm ki, vaqəən nə xəbərdir mənim zehnimdə. Valla filmdə də mən neçə daha film var. Məsələn, mən qədim zaman çox filmə baxarım. İndi məsələn dövrdə çox azara oldu. Bəli şah o film ki deyəm ki, vaqəən məsələn mənə təsir qoydu. Baxdım deyim məsələn bu əcəb filmi cülləyib tərəf. Bir daha tazaqda bir daha İranlı film gördüm. Çok söydüm. Bu kocaman da neydi? Hamid Behted oynamıştı o. Pirpeser. Şirazi. Pirpeser. Evet. Ben hoşum geldi o filmden. Ala İranlı film. Bombanı İranlı film. Ve değerlinde şahit bunda görürüm ki biraz demorda rəvabit o filan danışırdı. Demorda adamları danışırdı. Bir ayrı halette. Mesela bir ayrı cür nişan verdi bunu. Mən bundan xoşum gəldi. Mən məsələn deyəm ki, bir daha filmə baxdım. Gördüm dünya ayrı cürdür. Çox canlı budur ki, o da əkmərindən biri. Into the Wild. Mənim nəzərim çox gözəl bir film idi. Məxsən axiri vaqəən gözəl idi. Çox bir mənadar film idi. Mən orada çox söyledim. Bu üç dənə zehnimə gəlir filmdə. Dəmorda tövsiyə də mən istəyirəm şayət واقعا çok çətindir. Məsələn, məmulən adam ki, adamlar tanıyor o filan, bəhman da özünə icazə verər ki, adam deyəm, icazə tövsiyə edir. Bəli, mən istəyirəm şayət o adamlar ki, yaxınlarımda görmüşəm, şayət bir şeylər ki, əziyyəti budur ki, çətin suallar özlərindən soruşmayıblar da. Mən öz tövsiyəm olsa bir nəfərə budur ki, çətin sual özündən soruş. Qaçma bilərsən. O çətin sual qalacaq özür. Əgər məsələn qaçsan, əgər məsələn bir şey ki stres verir bilər, o tür fikirləş. Çətin sualdır, okeydir. Vəli qaçmaq o cürləməyəcək. Kömək ol çətin sualın cavabını tapmaqda. Vəli mənim nəzərimdən o şahid bir şey olarsa indi canlığı dəyişər. Mən özündə canlımda görmüşəm ki, təsir qoyub. Şahid bu təsir qoya birinə. Bu da mənim bir tövsiyəm ola bilər. Çiçik qardaş. Çox da gözəl. O vandı. Benim çox xoşal oldum. Həm sözlərindən öyrəşdim, təcrübələrindən istifadə elədim. Qulaq asanlar da fikrim elə məni hissi də ola bilərlər. Hala mən özümdə bəzən çətinlik ehsas edirəm. Məsələn, bərnamə televizyonu zad da, məsələn, biz fəqət istiq söhbət edirik. Hala bəzən adam idarə istir edir, cələsəni nemidirəm, bəzən sual soruşur o filan. Vaqiyyət heç yeyi yoxdur bu cür söhbətlərə. Seyfən istiq bir-birimizlə gəp bıraq söhbət eləyək. Mən də çox lizzət apardım danışdım Mehdi.
Əvvələn ki, çox xoş söhbət adamsan. Bu deyim biləvə. Bilmirəm biləvə deyiblər yox. Vəli sən çox təbrizlisən. Yəni əslən danışman, o səkinatın filan vaqəən çox bədidir bir nəfər eşidə deyə o Təbrizlidə. Çox Təbrizlisən və mənə qəşəng döyülən o şirin döyülənə qeytərsən və mən istəyirəm o birisilərdə o ehsaslar var ki, sən xoş söhbətsən o və mən vaqəən sitayiş edirəm. Əslən bu işin olmağı özünə görə və həmçinin production ki vardı, yəni məsələn mən bu şeylərə join oldum filan, həm də zəhmət çox qabil sitayişi, qabil ehtiramdır və mən də zəhmət bu işimi idare ver və mütməinnəm ki yaxşı yerlərə çatır. Mən ki özüm qulaq vermişəm, 2 ta epizodlara qulaq vermişəm və ləzzət aparmışam. Qurbanım, lütfün var. Feylen qurbanam, xada.